Metronun Cəfər Cabbarlı stansiyası istiqamətində 2 tunel tikiləcək. Bakı metrosunda qırmızı və yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə 28 may stansiyasından Dərnəgül stansiyası istiqamətinə doğru qatarların hərəkəti təşkil edilməyəcək. Məlumata görə, qatarlar Dərnəgül Nizami stansiyaları arasında hərəkət edəcəklər. Tunelin tikintisi başladıqdan sonra metronun 28 may stansiyası ətrafına getmək istəyənlər üçün hansı nəqliyyat vasitəsi daha əlçatan olacaq? Sərnişinlərin rahat gediş-gəlişinin təşkili üçün hansı addımlar atılacaq? 200 metrlik tunelin tikintisi başladıqdan sonra sərnişinlərin yerüstü ictimai nəqliyyatla yönləndirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə həyata keçiriləcək. Bu barədə Trendin sorğusuna cavab olaraq Bakı Metropoliteni QİSÇ-dən bildirilib. Qeyd edilib ki, hazırda bununla əlaqədar birgə monitorinqlərin nəticələrinin təhlili və texniki xarakterli işlər davam etdirilir. Yekun qərarlar barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq, qurumdan əlavə olunub.